Sağlamlıq düşüncə, mühit, yemək, hisslər, genetika, musiqi, filmlər, münasibətlər, ehtiyaclar və davranışlar da daxil olmaqla hər şeydən asılıdır. Çünki sağlam düşüncə, sağlam bədən, sağlam enerji və sağlam münasibətlər yalnız balansda olduqda var ola bilir. Mükəmməl olmaq çətindir və bəlkə də lazım da deyil. Əsas olan hər kəsin öz mükəmməlini müəyyən edib ona doğru addımlamasıdır. Məncə sağlamlığın əsas şərtlərindən biri onu hardasa kənarda olan bir şey kimi görməməkdir. Biz həm ruhu, həm də bədən. Mən bədən olaraq sağalmağı seçirəm və ya mən ruh olaraq sağalmağı seçirəm deyə bilərik. Bədənə bəzən kənar düşmən, bəzən kömək etdiyimiz dost kimi baxmaq faydalı ola bilər. Amma bu yanaşma bəzən idarəni əlimizə almağı çətinləşdirir. Mən bədənəm və sağalıram kimi cümlələr qurduqda proses daha çox bizim nəzarətimizə keçir. Məsələn, mən bədənəm və artıq diqqət görmək üçün ağrıya ehtiyacım yoxdur. Mən özümü görürəm və insanlar da məni görür. Daha çoxunu istəyirəmsə, bunu başqa yollarla etməyi seçirəm. Bu cür cümlələr beynimizdəki kodlaşmanı dəyişir. Sağlamlıq düzgün niyyətdən, məsuliyyəti üzərinə almaqdan və bədən olaraq var olmağı hiss etməkdən başlayır. Ruhumuzu sağaldarkən isə ruh olaraq hiss etməkdən. Əslində biz həm bədənimizi, həm də ruhumuzu, həm də həyatımızı hiss edə bilərik. Bu bir seçimdir. Bədən olmağı seçib sağalaq, ruh olmağı seçib inkişaf edək, can olmağı seçib hər şeylə bir olaq və sağlam olaq. Dinlədiyiniz üçün təşəkkürlər. Mən psixoloq, coach, ruhi inkişaf üzrə müəllim Zümrüd Əsədova.